Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takib edib videonu bəyənməyi unutmayın. Noyabrın 23-ü 9-cu siniflərə OTK sınaq imtahanında salmış sual izahına baxırıq. İfadənin ən kiçik qiymətini tapaq. Ən yaxşı yolu düsturla bunu həll etməkdir. Düsturu bura qeyd edirəm. İndi aparaq ABC-ni yerinə qoyaq. Yazıram bərabərdir. Bu ABC, baxın, AX kvadrat plus BX plus C kvadrat üçərlisindəki əmsallardır. Burada da mən əgər burada verilən üçərlini gəlin aşağı qeyd edim sizin üçün. Bax, üçərlimiz belədir. Burada A-ların yerinə X-lar yazın ki, siz bunu daha yaxşı anlayasınız. İndi əmsalları uyğunlaşdırsaq, A olacaq 2, yəni X kvadratının əmsalı. Elə birbaşa burada yerinə qoyum. 4 vur 2, C müsbət 11-dir, sərbəst hədd. Çıxılsın B mənfi 8-dir, X-in əmsalı, mənfi 8-in kvadratı. Məxrəcdə də 4 vurulsun A, yəni 2. Bunu hesablasaq, 88 çıx 64 böl 8, bu da edəcək 24 böl 8, düzgün cavab 3, yəni Y variantı olar.